Tamam, devam edecek. Neçə qalıb? Neçə? 37 sonra ne var? 43. O söndür də. Deməli, 2 kosinus x üstə gəl 4 üstə gəl 11 funksiyası üçün hansı təklif doğrudur deyir. Artandır, burada azalandır falan falan falan. Heç törəməni tapaq. Törəməni tapıb biləcək ki, nə var mı yoxdur. Bəli, mənfi 2 sinus x üstə gəl 4. Deməli, funksiyası üçün hansı təklif doğrudur deyir. Mən bunun ev ki, sıfırdan böyük bərabər baxsam. Mənfi 2 sinus x. Böhran tapı da böhranı tapaq, böhranı. Sıfıra bərabər etsəm, misal üçün. Bərabərdir mənfi 4. Sinus x bərabərdir 2. Bu doğrudur. Sinus x 2-dən nədir? Kiçikdir də. Nə vaxt? Nə vaxt sinus x kiçikdir? Həmişə. Hətta belə kiçik bərabər qoyaq. Mən bunu kiçik bərabər qoysaydım, bu doğru olacaq da. Törəmə sıfırdan kiçik bərabər oldu. Düz gəldi də, ödəmir. Nə vaxt? Həmişə. Deməli, bu nədir? Mənfi sonsa, misal sonsa azalandır. Həmişə azalandır. Sonra burada ortada qalmayır. Tapmısan 42-ni. Maksimum tapın deyir. Sən tapmısan olacaq maksimum. Nəsə tapmısan? Harda? Mənfiyə bəlli işarə dəyişməyi düz deyirsən. Tamam. Bir dəqiqə. Burada işarə dəyişməlidir. Bu neçə sual idi? 43 idi. Bir dəqiqə. Sıfırdan kiçikdir. Şərti ödənmədi də. Mən sıfırdan böyük qoysaydım bunu əgər, böyük bərabər qoysaydım əgər, gəlib burada kiçik bərabər alınacaqdı. Bu həmişə doğru olacaq deyə sıfırdan böyükdə artan olacaqdı. Bəli. Artan olacaq, azalan yox. Səhvləmişdik. İşarəyə baxmamışdıq. Neçədir? 42-yə dedim mən. Maksimum necə tapmısan? Aha. Nəyi tapdın sıfıra bərabər etməklə? Yox. Törəməni sıfıra bərabər nəyi tapmış olsa? Böhran səsi, böhran. Bəli. Törəmə alsam olacaq 10x üstü 4 çıx 10 bərabər 0. Buradan 10x üstü 4 bərabərdir 10. X üstü 4 bərabərdir 1. X olacaq nə? Plus minus 1. Müsbət 1, mənfi 1. Maksimumunu tapın. Müsbət 1-i qoysam bura. 2 çıx 10 üstə gəl 4. Mənfi 4. Mənfi 1-i qoysam. Mənfi 2. Üstə gəl 10, üstə gəl 4. Müsbət 12. Düzdür? Maksimum neçə olacaq? 12 olacaq. Tamam. Neçə baxırıq sonra? 52 deyil. 52 qədər yoxdur heç kimin sualı. Ayan, Ləman sual vermişsiniz o dövrəmizdə. Sualınız yoxdur, yoxsa yazmamışsınız? Yoxdur. Sual yoxdur. Aha, necə? Dəftər evdə qalır. Maddədən nə var? Əmin hansı qiymətində bu funksiyasının ekstrem nöqtəsi olar. Heç də törəmə alıram. Ekstremum nöqtəsi olan nədir? Böhrandır da bu. Böhran nöqtəsi, düzdür. Törəmə 0 bərabər edəcək və salam. Törəmə alıram. 3x kvadratı çıxılsın 10x, yox, 10mx, üstə gəl 17. Bu 0 olmalıdır. Harda? X-in 1 qiymətində. Qoy x sayı yerinə 1. Nə olacaq? 3 çıxılsın 10m üstə gəl 17 bərabər 0. 10m 20-yə bərabərdir, m də bərabərdir 2-yə. Aydındır. Sonra 54 yox, deyən görün bir dəqiqə. 53 yazmışsınız. Rahat idi. Funksiyasının maksimum nöqtəsi mənfi 1, min nöqtəsi 1 olarsa m və n parametrlərin qiymətlərini tapın. Bəli, törəmə alırsınız. Törəməni 0 bərabər edib. Bir dəfə 1, bir dəfə mənfi 1 qoyuruq. Gəl yazaq da, qoy yazaq.
3mx kvadratı üstə gəl 2nx çıx 6 bərabər 0. X-in yerinə mənfi 1 qoysam 3m çıx 2n bərabər 6 olacaq. X-in yerinə müsbət 1 qoysam 3m üstə gəl 2n bərabər 6 olacaq. Buradan tərəf toplasam 6m 12'ye bərabər olduğundan m 2 olacaq. M yerinə 2 qoyanda n də 0 alınacaq. 2 0 Y variantı. 54 dediniz. Baxırıq. Deyir ki, x1 və x2 ədədləri bu funksiyanın uyğun olaraq maksimum və minimum nöqtələridir. A-nın hansı qiymətində bu bərabərlik doğrudur? Törəmə alaq. 6x kvadratı çıxılsın 18ax üstə gəlinsin 24 yox. 12a kvadratı. 12a kvadratı. Bunu sıfıra bərabər etsən, sual şərtində x1 və x2 ədədləri bunun maksimum və minimum nöqtələridir cümləsindən başa düşürəm ki, çox tez gəlir bu. Başa düşürəm ki, x1 və x2 bunun kökləridir. Yəni, ekstrem nöqtələri nə deməkdir? Böhran nöqtələrinin sıfır olduğu nöqtədir. Çox tez gəlmişsən, nəsə? Yatıb qalıb saat 12. Get. Həm də. Zəng edilmişlər səni. Mən bayaqdan zəng edib cavab verən yox idi. Nəysə. x1 və x2 bunun kökləridir. Yəni, mən x1-i və x2-ni gətirib buraya yerinə qoyanda bu nə olmalıdır? Sıfıra çevrilməlidir. Oradan başa düşürəm ki, x1 ilə x2-nin cəmi çevrilmiş kvadrat tənliyə gətirmiş olsaydım bunu əgər... Xeyr. 3a olacaqdır. Törəmə almamışam. 6'ya bölmüşəm. Çevrilmiş kvadrat tənliyə gətirmişəm. Törəmə almışam. Yox bir. İntegral almışam. Hasili isə nə olacaqdır? 2a'nın kvadratı olacaqdır. Və nəzərə alsaq ki, x1'in kvadratı x2'ye bərabərdir. Gətirib burada x2'nin yerinə x1'in kvadratını qoysam, x1 vur x1'in kvadratı 2a kvadratıdır. Bəli, bəlkə orada eləyək, daha yaxşı olar da. Bir dəqiqə, bu saxlayaq hələlik. Buradan almaq olar x1 ancaq, amma bir yaxşı çıxmayacaq biz. Onu tam ədədlər verib, bir dəqiqə baxaq. Törəməyə səhv almamışam, yəni törəməyə baxın. Bu başqa misaldır, bunu qatmayaq bura, bunu silək. Törəmə 6x kvadrat 18ax 12a kvadrat törəmə düzəlmişik. Tamam. İndi gətirib burada qoysam yerinə x2-nin kvadratı. x1 üstə gəl, x1'in kvadratı bərabərdir 3a'ya. Buradan da ki, x1'in kubu bərabərdir 2a'nın kvadratına. Cəmi, özü ilə kvadratın cəmi 3a'nı verir. Yəni, x1 orada a. x1'i özü bərabərdir. Kök altında 3-cü dərəcənin 2a kvadratına. Yaxşı olmadı, neyse. Nəyi yaxşı olmadı? Nəyə başlayır? Görəmədən ondan sonra yeni x1 kvadrat edəməli. x2'ni yeni, elə biz ona dedik, deyil? Necə? O, böyle bir iki qiymət. O iş fayda. Yəni nə? Nəsə yaxşı bir şey almırıq. X. Burada ev 2 değil. 2 oxşuyur. Bu 2 olsa 2 olanda 4, 2 oldu. 2 devamlı. A 2'dir ha. Kvadrat bu. Ya paptı yok. A 2 oldu. Buradan görsənir ki 2 A'nın kvadratı. Bu da 2'nin kubudur ki 1, 2, 3 verib. Belə o cür görsənir. Prosto buradan necə alsa daha yaxşı olar. Gətirib bunun yerinə qoysam burada nə olar? Gətirib bunun yerinə qoysam əgər üstə gəl 3-cü dərəcədən 2a'nın kvadratının kvadratı bərabərdir 3a. Oha. Neyse, vaxt getməsin. Baxarıq məsələ. A2'dir. O bildik.
Yəni buradan aldıq A-nın 2 olduğunu. Prosto tənliyi həlləmək məsələsi vardır. Biraz uzun bir tənlik alınır. Kvadrat tənlik kimi yanaşıb baxsaydıq əgər kökdə yerindədir. Qısa nəzərin kvadrat tənlikdə bu əslində. Kök də bəllidir. Sonra digər sualları verin, vaxt gedir. Baxaq suallara. Neçə? Yox sualınız. 71'e qədər, yəni ortada heç kimin sualı yoxdur. Ola bilməz. Olmasın. Yazmamışsınız ha, yaxşı. Sizi yaramaz şeylər. 56'ını yazmışsınız. Nətər olub? Törəməsinin qrafikə əsasən onun maksimum nöqtənin sayını tapın. Maksimum nə idi? Törəmənin tənliyi, törəmənin qrafiki verilir. Hardan hara keçəndə maksimum olurdu? Maksimum soruşur, minimum soruşur, maksimum. Bəli, artıb sonra azalmaya keçirsə, müsbətdən mənfiyə. Yəni 1, 2, 3. 3 hissədə bu nə edir? Maksimum 3 dənə nöqtəsi var. Bəs minimum soruşsaydı, bir dənə buradadır. Bir yox, burada da var. 2. 2 dənə. 3 yoxdur. Azalmadan artmaya keçən yer azalmadan artmaya minimumdur. Neçə dəqiqə qalıb? 60 neçə? 64. Kvadratları cəmi 6 olarsa AB hadisənin ən böyük tam qiymətini tapın deyir. Kvadratları cəmi. Yox, səhv düşməyib. Törəmənin tətbiqi ilə məsələ həllidir. Törəmənin tətbiqi ilə məsələ həllidir. Əslində uşaqlar, 2 ədəd hansının ən böyük olması ola bilir yaxın olmalıdır. Misal üçün, nümunə kimi belə bir şey gələ bilərəm. Bax, perimetri 50 olan düzbucaqlılar düşünün. Yəni, nə qədər düzbucaqlı var? Çoxdur, düzdür. Düşünək ki, tərəfləri natural ədədlərdir. Eyni uzun natural ədədlərdir. Perimetri 50-dirsə, yox, perimetri 50 demək, perimetri 52 olsun da. Perimetri 52 olsun. Necə? 4-ə bölünsün, hə. Amma ki. 52 böldürüldü 52, hə. 13 var, 13 üçün. Mən perimetri 52 olan, düzbucaqlılar götürsəm nə qədər var? Tərəfi natural olsa, natural ədəd olsa, o cür götürək də. Yəni, çoxda sayı çoxdur, düzdürmü? Eyni ilə uzun cəmi neçə olmalıdır? 26. Yəni, 1, 25, 2, 24, 3, neçə? 22, belə gəlir, düzdür? Hansı halda hasil ən böyük olar? Sahə ən çox olar. Onlar bir-birinə bərabər olanda. Bildin nətər? Biz eləmək ki, bu ədədlər bərabər olsun, yəni bir-birinə ən yaxın olsunlar. Bunlar da bir-birinə bərabər kimi götürsəm, elə bir ki, 3, 3'dür. 3, 3'dür da, elə bir ki. 3, 3'də 3 üçün cəmi 6 deyir və A ilə B kökdə 3 olur. Kökdə 3 hasil ən böyük olur 3. Bilin belə, onlar bir-birinə ən yaxın olanda, bərabər olanda kimi baxılır. Və yaxud da ki, nə edə bilərik? Silgi. Törəmə ilə nə əlaqəsi var deyirsiniz? AB hasilin ən böyük tam qiymət tapın. Düstur olaraq biz onu necə yaza bilərik? A üstə gəl B-nin, A kvadrat üstə gəl B kvadratı bərabərdir. A üstə gəl B-nin kvadratı çıxılsın 2AB. Biz buradan AB-ni axtarırıq. Yəni, onu riyazi olaraq göstərir. O hesabdan biz burada necə göstərə bilərik? Biz A-ya görə törəmə alaq, B-yə görə törəmə alaq. Daha yaxşı olsun. Necə? A kvadratı gəldiyi kvadratına Bir dəqiqə. Səbirli olun. 1 minut pajalistan. Törəmə alsam A-ya görə mi, B-yə görə mi? burada A kvadratı gəldiyi 2 dəyişəndir. Biz A-ya görə alsaq törəmə, A-ya görə törəmə alsaq 6. Yox, yaxşı olmayacaq. Xeyr, yaxşı olmayacaq. A ilə B-nin cəmi ən böyük qiymət tapmalıyam.
Uşaqlar, deyilək də 6 a kvadratı bərabərdir 6 çıx b kvadratı. A bərabərdir kök altında 6 çıx b kvadratı yazıram. Gətirirəm, AB hasilində A-nın yerinə qoyuram. Kök altında 6 çıx b kvadratı vur b. Bu A-dır, bu b-dir, elə deyil. 6-ın b-yə nəzərən bilən funksiya sanki. Bu b-ni ataq içəri, nə olacaq? 6b çıx b-nin kubu. Bunun törəməsini alaq. 2 kök altında 6b çıx b-nin kubu vurulsun bir də nə? Bunun törəməsi mənə verir. 6 çıx 3b kvadratı. Düzdür? Bərabərdir 0 yazsam. Necə? A, b kvadrat olmalı deyil. Üzürlü sayım. Bunun törəmə anda burada olacaq 12b çıx nə? 4b-nin kubu. Düzdür? Sürəti sıfırlasam 12b çıx 4b-nin kubu bərabər 0. 4b-ni çıxaranda 3 çıx b kvadratı bərabər 0. b1 bərabər 0. b2 bərabər kökdə 3. b2-nin kökdə 3 qiymətini gətirib burada qoysam yerinə 6 çıxılsın. Kökdə 3-ün kvadratı 3. A da B də aldıq nə? Kökdə 3. Və ən böyük qiymət olacaq kökdə 3 və kökdə 3, 3. Törəmənə belə yazılır. Bildiyin nəsə oldu? A-nı B ilə ifadə edib, bir dəyişəndən asılı hala gətirdik bunu. Və yaxud A da B də var idi, hansından törəmə alaq deyirdik. Amma bir hala gətirəndən sonra artıq B-yə görə törəmə aldıq, hesabladıq. Başa düşdün nə etdiyimi? 65-də nədir bəs? Koşi. Tətbiq edək də. İki ədədin ədədi ortası neydən böyük bərabərdir? Onların həndəsi ortasından böyük bərabərdir. İki ədədin ədədi ortası böyük bərabərdir onların həndəsi ortasından. X-da getdi ixtisara, qaldı nə? 36-dan 6 çıxdı. 2-ni 6-ya vur. 12-dən böyük bərabər. Müsbət olduğuna görə. Mənfi olsaydı kiçik qoyardı. Bu bir. Törəmə nə əlaqəsi var? Törəməni alıb sıfıra bərabər x tapırsan oradan. Bəli. Sonra nə var? 73 63. İlkini səndə qaldı 2. 5 nə? Nə kitabından? Kitab evdə qalıb. İmtihana sonra kitab alarsan. 73 63 azalma aralığına daxil ən kiçik tapdım. Törəmə alıram. Törəmə. Hadi hasilin törəməsi ən mürəkkəb funksiyadır. Törəmə alsam nə olacaq? Mənfi y üstü 2x çıx 2x y üstü 2x. Bəli. Buna görə. Mənfisinə görə çıxma oldu da. Birinci törəməsi mənfi 1 oldu, yazmadım. Mənfisi qaldı. İkincisi y üstü x-in törəməsi 2x-in törəməsi 2 verir, yazdım 2 qabağına. Və məndən azalma aralığını soruşur. Kiçik bərabər 0 qoyuram. Hər tərəfdən y üstü 2x müsbət ədəd düzdür. Amma burada mənfi var deyə hər tərəfə mənfi y üstü x-ə bölsəm, onun yerinə 1 qalar. Onun da yerinə üstə gəl 2x qalar və mənfiyə böldüyü 0-dan böyük bərabərləyirəm. 2x böyük bərabər mənfi 1-dən, x böyük bərabər mənfi 2-1-dən. Mənfi 2-1-dən böyük ədədlərin içərisində ən kiçiyi tam ədəd mənfi, yox, 0-da 0. Mənfi 2-1-dən böyük 0 olacaq. Nə aydındır Rəvan? Harada misal 2-1 var sanki?
Törəmədə problem yoxdur. Hər dəfə mənfi y x-ə böldüm, müsbət qaldı, müsbət qaldı. Mənfi 2-də 1. Düzdür, problem. Cavab nə veriblər ki? Müsbət veriblər. 0. 0, 0. Sonra da mənim özüm bilsən, nə arada da hamısını yazılmalıdır, arada qalansa. Neçə dənə sualdır burada? 83 dənə sualdır. Neçə sualdayıq biz? 67. Ən böyük qiymət tap. Niyə yəsən? Törəməni sıfıra bərabər edib, x-in yenə qoyub hesablayacaqsın. Törəmə alsan nə olacaq? Məxrəcin kvadratı, düzdür, məxrəcə nisbət olsun, məxrəcin kvadratı olur. Buna işimiz yoxdur. Sürətin törəməsi vurulsun məxrəc. Çıx. 12x vurulsun nə? 2x. Bərabər 0. Məxrəc 0 ola bilmir. Bunu vurub açıram. 12x kvadratı üstə gəlinsin 90, 108. Çıx 24x kvadratı bərabər 0. Burada 12x kvadratı keçəcək sağa. X kvadrat 9. X də bərabərdir plus minus 3. Ən böyük istəyir. Gətirib mənfi 3 qoysan mənfi olacaq. Müsbət 3 qoyuram. 9, 9, 18, 36. 36 və 18, 2. Aydındır. Sonra parçada ən böyük qiymət tapın deyir. Parçada ən böyük qiymət. Qayda nə idi? Törəməni alırıq, sıfıra bərabər edirik, böhran nöqtələrini tapırıq. Hansı nöqtələr bura aidsə o nöqtəni götürürük. Bu parçanın özünü də götürürük. Funksiyanın özünü hesablayırıq. Bayaq buna oxşar bir şey yazmışam. Yazım yoxsa ehtiyac yoxdur. Həmçinin 70'də də eyni bunun kimidir. Yazmışsınızlar, qalır. 70 yazmışsınız. 70'ə kimi. Sən aç yazmışsan. 70'ə kimi. 13 tane ekləsiniz bilmirəm axı. Tamam, 71. Funksiyanın parçada ən böyük qiyməti. Nə edirəm? Törəmə alıram. Baxırıq da, niyə hesablaşdın ki? 313 çıxılsın. 72 kosinus x bərabər 0. 72 kosinus x bərabərdir 313. Kosinus x bərabərdir 313 böl 72. Bu birdən böyük olduğu üçün bu bərabərlik doğru deyil. Yəni bunun həqiqi həlli bu hissədə yoxdur. Aydındır. Nə başa düşdüm? Bu funksiyanın böhran nöqtəsi yoxdur. Tamam. Nə edəcəm? Parçanın özünü götürəcəm, qoyub burada hesablayacağam. Mənfi pi böl 2 qoyanda bu nə olur? Mənfi 1 olur. Bu da mənfi 313 böl pi böl 2. Mənfi 313 pi böl 2 çıx 72'ni mənfi 1'ə vuranda mənfi 72. Müsbət 72 üstə gəl 12. Bir də var 0 qoymaq. 0 qoysam nə olacaq? Səbirli ol. Buna bucaq kimi baxmayacaq. Buna burada ədəd kimi baxacaq. 0, 0 qalacaq 12. Burada qalacaq 12. İndi biz burada ədəd kimi baxırıq. Ədəd kimi 3,14 kimi baxırıq burada. 3,14'ü 300'ə vuranda 900'dən çox ədəd, böyük ədəd. O da 2'yə bölündə deyək ki 450 falan. Üzərinə bunlar mənfi olacaq. Düzdür? Amma müsbət qiymət olacaq 12 ən böyüyü. Aydındır fikrim. Deyəsən aydın olmadı. 70'dir var, hə? 72. Sizə qalsın 73. Böhran nöqtələrinin olması üçün A parametrini ala biləcək natural qiymətləri cəmini tapın. Böhran nöqtələrinin olması nə deməkdir? Törəmənin sıfıra bərabər olması. Törəmə alsan nə alıram orada? 3x kvadrat qalır. Çıx A, çıx, üstə gəl A, çıx 5 qalır. Bunun sıfıra bərabər etsəm, x-in kvadratı bərabər olmalıdır 5 çıx A-ya. Və x də bərabərdir plus minus kök altında 5 çıx A-ya. Kök altı ifadənin müsbət qiymət olması üçün 5 çıx A sıfırdan böyük bərabər olmalıdır. A da kiçik bərabər olmalıdır 5'dən. Sual şərtidir ki, A parametrini ala biləcək natural qiymətlərin cəmi nələrdir? 1, 2, 3, 4, 5. 1-dən 5'ə qədərlərin cəmini tapmaq üçün nə edirik? N vurulsun N plus 1 bölünsün 2. 5 vur 6 bölü 2. 1'dən N'ə qədərlərin cəmini tapmaq üçün N vur N plus 1 bölü 2 düsturu var da. 74 də buna oxşarsa oxşu bir dənə baxaq. Minimum maksimumlara uyğun olaraq A və B-dir. M parametrini ala biləcək natural qiymətləri cəmini tapın. Bayaqki sual biz nə idi? Törəməni alıb AB qoyduğu yerinə
sistem təhlili aldıq ha, M-ni tapdıq. Onun kimi bir şeydir bu. 75. Funksiyalar üçün uyğunluğu müəyyən edin. X bərabərdir 2 böhran nöqtəsidir. Təyin oblasıdır falan falan falan. Heç nə hesablayaq ki, var ayrı-ayrılıqda. Necə? Bax, şahid törəmə alınmamış. Baxan kimi görsənir ki, üstü funksiya əsası birdən böyük olduğu üçün bütün ədəd oxunda artandır. Birə C getdi, bu dəqiqdir, bu getdi burada. Tamam mı? Tək funksiya, cüt funksiya araşdırmış olsaq, bu cütdür. 4x-8 modulu cütdür. Cüt yox burada. Cüt yoxdur. Bu üstü funksiya tək deyil. Bunu yazıb baxmaq lazım. Yoxlayıb baxaq ki, təkdir yoxsa yox. 1 qoysam yerinə 1 olmur ümumiyyətlə burada. Nə qoyum bu yerinə? 7 mənfi 7 qoyub yoxlamalıyam. Olmayacaq çox güman ki. Gəlin baxaq da. Törəmə alaq. Birinci. Törəmə alsam 1 böl LG. Burada LG da bu arada. LN deyil. Loqaritma. Deməli 1 böl x kvadrat çıxılsın 7x vurulsun ln 10. Ln loqaritmanın düsturu var. Loqaritmanın törəməsi belə idi. Y bərabərdir loqaritma a əsasından x-in törəməsi. Bərabərdir. Biraz yaxşı yazmadı. Y-in törəməsi yazım. Bunun törəməsi bərabərdir 1 böl x ln a. Və mürəkkəb funksiya olacaq. Bunu özün törəməsini almalıyıq. Bunu özün törəməsini mənə verəcək. 2x çıx 7. Bunu 0-a bərabər etsəm, böhran nöqtəsi olacaq 3,5. Neyin? Ln 10 törəməsi olmur. Ln 10 deyib ki, loqaritma 10 əsas 10 olduğu üçün ln a yazdım da. Ln 10. Yaxşı. 3,5 var, böhran nöqtəsi yoxdur. Təyin oblasti nədir? X kvadrat çıxılsın 7x birincidən danışıram. 0-dan böyük olmalıdır. Köklər 0, 7-dir. Mənfi sonsuza 0-a, 7-dən isə sonsuza. Təyin obası 1-ə, D gedir. 1 də getdi buradan. Necə? 2-də 4x çıx 8 böhran nöqtəsidir. Uşaqlar, bunu törəmə yaza bilən deyirsiniz. Niyə? Çünki modulu törəmə alanda bu bölünsün bunun modulu olur. Modul x-in törəməsində. Bunu özün 0-a bərabər edirsən. Bunu özün 0-a bərabər etsəm, böhran nöqtəsi olacaq 2. Yəni, A gedir bura. Bundan əlavə olaraq, bu sanki belə bir şəkildir də. Yox, çəkmədim. Belə, qolları aşağı parabolsun modul funksiyasıdır. Mənfi sonsuzdan 2-yə qədər, bura 2-dir böhran nöqtəsi bunun. 2-yə qədər artır, mənfi sonsuzdan 2-yə qədər artır. 2-dən isə sonsuza doğru azalır, aşağı düşür burada. Yəni D də bura gedir. A, D. Tək funksiya məsələsidir, heç birə gedmir. Burada C 3-dən 2 dəqiq deyil. Bir də ki, yoxlamaq lazım olur. Heç bir də olmayacaq. Loqaritmanın qrafiki, elgən qrafiki belədir də, belə bir şeydir. Bu nətər bu tək funksiya olsun? Olmayacaq. Belə. 7 üstünə? Yox, niyə ki? 7 üstü mənfi 1. Burada 7-ə 1 olsaydı, yoxdan 7 x taxır. 7 üstü x taxır. O baxımdan, bəli. 7 üstü mənfi 7-ə 1, niyə olmasın ki? Kəsr, deməli, qüvvət kəsr olanda mənfi ədədin kəsr qüvvətinə baxılmır. Məsələn, mənfi 7 üstü 3-də 2, buna baxılmır. Uyğunluğu müəyyən edin. Birini bıraxdım sizin üçün bunu. Bu aslında asan çətin deyil bu. Yox, yazın. Niyə yazmırsınız ki, yazarsınız? Niyə uyğunluğuna yazmırsınız? Baxın, o nə demək uyğunluğu yazmıram? Təzə bir şeydir o. Ya misal yazmalısın da. Deməli, qrafik istənilən nöqtəyə çəkilən toxunan bucaq əmsalı 1-dir. Törəməsi bu nədir? Toxunan bucaq əmsalı tapılırdı. Törəməni alırdıq. X0-a qoyub birini hesablayırdıq. Bunun törəməsini alsan nə olacaq? 1. X-ə nə verirsən və cavab 1 demişə. O deyir ki,
İstənilən nöqtəyə çəkilən toxunan bucaq əmsalı 1-dir. Bəli. Biri A. X0 nə olur olsun, törəmə həmişə 1-dir. Artma, azalma. Törəməni tapıram. Bunun törəməsi nə olacaq? Mənfi 1 böl x-in kvadratı. Mənfisi yoxdur, mənfi gedəcək bu kimi mənfinin. Bu sıfırdan böyükdür. Bəli, nə vaxt? Həmişə. Düzdür. Sıfırdan böyükdür. Həmişə sıfırdan böyükdür. Həmişə artan olmalı deyil ki. Törəməsi 2 böl x kvadratdır. 2-yə D. 1-ə A. Bunun törəməsi də ki, nə olacaq? Mənfi 2x-dir. Mənfi 2x. Sıfırdan böyük bərabər etsəm, x kiçik bərabərdir. Neydən? Sıfırdan. Mənfi 2-yə böldüyümə görə. Necə? Kiçik verəndə, mənfi 2x kiçik bərabər 0 verəndə, x böyük bərabərdir 0 olacaq mənfi 2-yə böləndə. Deməli, harda artandır? Mənfi sonsuzdan 0-a qədər artandır, sıfırdan mesela sonra azalandır. Mənfi sonsuza artırsa azalır. B variantı. C hansına gedir? Buna gelmir. Yoxsa bir dəqiqə. Bu həmişə artandır, amma sıfırdan başqa da x-ə bütün qiymətə verə bilərsən. Nə versən ver, həmişə müsbətdir də bu. Sıfırdan başqa. Sıfır verə bilmərsən bir dənə. Həmişə artandır. Bu prosesdə yazıb ki, artır, sonra azalır yazıblar. Azalmır, bu həmişə artır da. Törəməsi həmişə sıfırdan böyükdür. Törəmə x yerinə qoysan, bu həmişə sıfırdan böyükdür. Vəssalam. Yetmiş yeddi idi bu. 78 eyni sualdır. 79. Bütün ədəd oxunda artandır. Nə edirəm? Törəmə alıram. Bütün ədəd oxunda artandır, sıfırdan böyük bərabər. Burada x yoxdur. İçə bölməyin. Niyə içə bölüb? Bir dəqiqə. Kvadrat x olmalı deyə burada. Uşaqlar, bu nədir bu? Kvadrat bərabərsizlik. Kvadrat bərabərsizlik bütün ədəd oxunda sıfırdan böyük olması üçün, yəni həmişə müsbətdir. Kvadrat funksiyanın qrafiki nədir? Parabola. Parabola həmişə müsbət olması üçün diskriminant mənfi olmalıdır, A əmsalı müsbət olmalıdır, qollar yuxarı getsin. Bunun zaten altı müsbətdir, görsənir. Diskriminantı mənfi etməliyəm. Diskriminant bərabərdir B kvadratı çıx 4AC 144 mənfi olmalıdır. Hər dəfə 4-ə bölək. M kvadrat çıx 36 sıfırdan kiçikdir. M çıx 6, M üstə gəl 6 sıfırdan kiçikdir. Köklərimiz 6 ilə mənfi 6 müsbət, mənfi, müsbət. Mənfi 6, 6 aralığındadır. M-in hansı qiymətlərində, M-in bu qiymətlərində bu neyir? Həmişə artan olur. 80 də eyni sualın eyni sual demək olar ki, eyni şey olacaq. Cavab da indi. Hətta. Buna da nə edirik burada? Funksiyasının eksternası M parametrini qiymətlərindən x3 verib törəmə alıram. 0-a bərabər edirəm. X qiymətini yerə qoyuram 3. 0-ı niyə bərabər etdim? Ekstrem nöqtəsi böhran nöqtəsi deməkdir. O da törəmə 0 olmalıdır. Törəmə alıb yeni 3 qoyub oradan M tapa bilərsiniz. 82 ilə eyni sualdır. 83-də nə deyir? M-in altı qiymətində bu funksiyanın böhran nöqtəsi olar. Yenə eyni şeydir. Törəməni alıram. 0-a bərabər edirəm. X-in yerə mənfi qoyuram. M-i tapıram. Deməli, bir dənə uyğun misal yazın. Bunlara aid. Bunu yazmamışlar əvvəldə. Biraz əvvəl dedim, cəmi 10 olan 2 ədədin hasili ən çox maksimum neçə ola bilər? 25 olur. Bəli. Biz onu törəmə göstərir. Necə olacaq? Deməli, A isə gəl 10-sa, A-nı yazıram 10 çıx B. 10 çıx B. Aparıb qoyuram burada yerinə. A vurulsun B-də, A-nın yerinə 10 çıx B qoyuram, vur B. Alıram nə? 10 B çıx B kvadratı. Artıq B-yə nəzərən tənlik aldım, funksiya aldım. Sonra alıram bundan törəmə.
10 çıx 2b sıfıra bərabər. Niyə sıfıra bərabər edirəm? Maksimum minimum tapıram, ekstremum tapıram, böhranı tapıram. Buradan 2b 10 olur, b olur 5. B 5-dirsə aparıb qoyuram burada yerinə. A da olur 10 çıx 5, o da olur 5. A da 5, bu da 5. Hasillə 5 vur 5, 25. Aydındır. Teorematik tətbiqinə bu cür tapılır. İndi bu məsələyə gəlsəm, tam səthin sahəsi 24 pi olan silindrin oturacağının radiusu nə qədər olmalıdır ki, onun həcmi ən böyük olsun? Deməli, mən nə etməliyəm? Mənim əlimdə var nə? Tam səthin sahəsi. Tam səthin sahəsi düsturunu yazıram. Silindr nə idi? 2 pi r kvadrat oturacaqlar. Bir də yan səthi nə idi? 2 pi r h. Bunu silim. 2 pi r h yan səthi üstə gəl. Yox, tam səthin sahəsi. 2 pi r kvadratda bərabər 24 pi-yə. Bütün misalı 2 pi-yə bölürəm. Nə alıram? RH üstə gəl r kvadratı bərabərdir nə? 12. 2 pi-yə böldüm, hamısı 12 oldu. Və sual şərtində mənə deyir ki, həcmi. Həcm nədir? Pi r kvadratı h. Burada pi rol oynamır. Pi mənim maraqlı deyil. Pi nə olur olsun. Mənə r kvadratı h lazımdır. R kvadratı h lazımdır ki, buradan sual şərtinə bax, deyir ki, həcmi ən böyük olar. Nəydə? Radiusu nə qədər olmalıdır ki? Deməli, mən nəyi tapmalıyam? Radius tapmalıyam. Deməli, mən nə edəcəm? Bu bərabərlikdən h tapacam. H tapacam. Gətirib burada yerinə qoyacam h-ı. Bu ifadəni radiusdan asılı gətirəcəm. R-dən asılı gətirəcəm. O yazıram burada. RH bərabərdir. Bunu atıram sağa. 12 çıx r kvadrat. H bərabərdir. 12 çıx r kvadrat böl r. H tapdım. H gətirib qoyuram burada bu yerinə. R kvadratı vurulsun. 12 çıx r kvadrat böl r. İxtisarlar var. Bu r ilə bu biri getdi. İndi bunu buna vururam. 12 r çıx r-in kubu. Aldım r-ə nəzərən bir tənlik. Funksiya. Və bu funksiyanın r-in hansı qiymətinin ən böyük oladır həcmi? Törəməsini alıb 0-a bərabər r tapacam oradan. Törəmə alsam 12 çıxılsın 3r kvadratı bərabər 0. 3r kvadratı bərabərdir 12-yə. R kvadratı 4-ə. R də bərabərdir 2-yə. Cavab 2Y variantı. Radius 2 olmalıdır. İndi sual verə bilər ki, şagirdlər, müəllim, niyə burada H-ı tapdınız, R-i tapmadınız? Əgər sualda desəydi ki, hündürlüyü nə qədər olmalıdır sual versəydi, burada hündürlüyü nə qədər olmalı desəydi, mən burada R-i tapacaqdım, H-dan asıla gətirəcəkdim. Gətirib R-in yerinə o ifadəni qoyacaqdım ki, bu ifadə H-dan asılı olsun, R-dən yox. Burada H-lar qalsın. Sonra proses eyni törəmə almasına bərabər tapacaqdım həmin qiyməti. Belə. İkiyə bir dənə baxın indi. Aşağı yuxarı eyni sual deyil. Həcmi verib indi. Nəyə soruşur? Onun tam səthin sahəsi ən kiçik olsun deyir. Tam səthin sahəsi. Həcm nədir? Bəlkə bir dənə siz yazasınız, bir dənə cəhd edeyim. Bir dənə cavab adı. Nə söz tapdım? Deməli, pi kvadrat h bərabərdir 54 pi. İlər getdi. R kvadrat h bərabərdir 54-ə. H da bərabərdir 54 böl r kvadratına. Tapdım h-ı. Gəlirəm bu düsturuma. Sahə düsturuna nədir? Deməli, 2 pi r h üstə gəl 2 pi r kvadrat. Burada uşaqlar 2 pi rol oynamır. Niyə? Çünki sabitdir, heç dəyişməyəcək o. Bu da rol oynayan hündürlüyündən radiusu da. Götürüb bunları özlərini yazıram. RH üstə gəl r kvadratını yazıram. Burada h nəyə bərabərdir? 54 böl r kvadratına. Qoyuram yerinə. R vur 54 böl r kvadratı. Üstə gəl r kvadratı bərabərdir. Bu r ilə bu gedir ixtisara. Nəticədə qalır bu. İndi bundan bir dənə törəmə alaq. Mənfi 54 böl r kvadrat törəmə alsam. Üstə gəl 2r bərabərdir 0-a. Orta məxrəcə gətirirəm. Orta məxrəc nə olacaq? Mənfi 54 üstə gəl 2r kubu bərabər 0-a. Məxrəc 0 olmayacaq, sürət 0 olacaq. Sürətə 0 eləsəm r olacaq 3.
2'ye böləndə 27 qalır. Yerdə olur 3. B variantı. A olmadı revansa. B yazmışdım. İşe yazılmış. Yəni burada məsələ cavabında deyil. Məsələ başa düşdürmə etdiyim. Ondan gedir proses. Yəni törəmənin tətbiqinə aid məsələlər düşə bilər, düşə bilməz. O sual altındadır. Amma nəyi necə etdiyi sonrasında bunu bilək. 48 ədədini elə iki müsbət ədədin cəmi şəklində göstərin ki, onlardan birinin kubu ilə digərinin kvadratı cəmi ən kiçik olsun. 48 ədədini nə yazıram? Ədədlərimin birincisinə yazıram A, ikincisinə yazıram 48 çıx A. Cəmi 48 deyil. Birinin kubu, bunun kubu ilə digərinin kvadratı ən kiçik olsun. Aldım A-ya nəzərəm, yəni tənlik. Yəni funksiya. Nə edirəm? Törəməni tapıram, sıfıra bərabərəm, A-nı tapıram, bitdi. Tapaq törəməni. 3A kvadratı üstə gəl. Niyə açıram? 2 gələ qabağa. 48 çıx A bərabər sıfıra. 3A kvadratı çıx 2A üstə gəl 96 bərabər sıfıra. Yaman yerdə axşamladıq. A diskriminant bərabərdir. 4 çıx bu mənfi oldu. Bir dəqiqə mənfi oldu. Nə 16? Yox, mənfi oldu axı diskriminant. Alo, diskriminant mənfi oldu. Nəysə yazdım. Mürəkkəb funksiya törəməsini almamışam. Mənfi A-nın törəməsi mənfi 1 olur. O yüzden Revan diyen kim emin lazım idi. Revan qulaq asmadıq sözünə. Deyir ki, açıb sonra törəmə alaq. Açılış yazmış olsaydım 48'in kvadratı sabit olub sıfıra gedəcək, mənə lazım deyildi. Mənfi 2A-nın törəməsi 2A olmalı idi. Daha doğrusu mənfi 2 olmalı idi. Hayda. 48'in kvadratı çıxılsın. 48 vur 2 96A üstə gəl A-nın kvadratı. İndi bundan bir dənə törəmə alaq. 3A kvadrat bu sabitdir, getdi. Üstə gəl 2A çıx 96 bərabər 0. Diskriminant 4 üstə gəl 4 vur 3 vur 96. 4'ü mötərizə xaricinə çıxardanda 1 üstə gəl 3 tane 96 çəlir 270 o da 18 288 o da 1 289 289 kök alsam 2 vur 17 34 diskriminantımız oldu 34. Onların uşağını şeyde mənfi 16 değil. Ne 16 ki? Şeyde var. Çünkü usulü. Ha, buraları ayırırsan. Mənim ayırmadım da mən ola bilərdi. Bilmirəm, baxmadım o cür. Diskriminant tapdım da. 34. Mənfi 2 üstə gəl 34 bölünsün 2A 6. 32 bölü 6. 16 bölü 3. O birisi 128 bölü 3. Mənfisini yazmıram çünki müsbət ədədlərdən danışılırdı. Mənfisinə baxmadım heç. Ehtiyac da yoxdur. 4 sizə qalsın da eyni sualda. Bilirsiniz. Başa çıxmadın? Reaksiyaya bax. Düzgün üçbucaqlı prizmanın yan üzünün perimetri 12'dir. Oturacağın tərəfin uzunluğu hansı qiymətində prizmanın həcmi ən böyük olar? Düzgün üçbucaqlı prizmanın yan üzünün perimetri. Düzgün üçbucaqlı prizmanın yan üzündə nə var? Bir de imzalı. Düzbucaqlı var. Neçə dənə? 3 dənə düzbucaqlı var. 3 dənə düzbucaqlıdır və perimetri 12 veribsə hərəsindən neçə çıxır? 4. Düzgün üçbucaqlı prizmanın hədə bütün tillər, bütün hamısı bərabər tillər. Bütün tillər bərabərdir. Düzgün düzbucaqlı demir bu. Düzgün üçbucaqlı prizma. Yanları düzbucaqlı olur. Ay dünya, bu prizmanın olduğunu bilmirəm. Bir dənə şəkil. GeoGebra. Buna bax, bunu kim dəyişib? Bir dənə üçbucaq, polinom. Polinomdur, poligondur, bu nədir bu? Bir dənə buradan prizma. Bayağı ora getdi bu prizması, qayıt bana.
Prizma. Oh, niye olmadı prizma? Başa düşmüyorum, ha. Hayır, prizma bu idi. Prizma nəsə bilmirlər. Nə gün də sən niyamətin. Biraz yana yıxılıb bu. Müstəvidə oldu bu. Yapışıb yerə. Ya, en azından yanınızın görə bilirsən nəsə. Şükür Allah, gayet bura. Yan üzləri düzbuzaqlılardır da prizma. Tamam mı? Yan üzləri düzbuzaqlılardır və 3 dənə düzbuzaqlı var. Neçə verim o perimetrimizə? Biri yukarısı 4, aşağısı 4. Ayda, ben yaxşı oxuyanım belə gündətsəm, o birləri nəsinlər? Ay qardaş. Yukarısı 4, aşağısı 4. Ay, bir bizə baxan öz. Bir o tərəf, bir o tərəf. 3 dənə burada nə var? 3 dənə düzbuzaqlı var. Deyir ki, yan üzünün perimetri 12'dir. Yan üzünün perimetri. Neyse, tərəf olacaq 2. 2. 2, 1 var cavabı. 1 var cavabı. Üç tərəfinin cəmi 2K və sahəsi ən böyük olduğu uzağın perimetri tapın deyir. Üç tərəfinin cəmi 2K. A, B, B. A üstə gəl 2B bərabərdir 2K. Sahə nədir? AB. Buradan tap A'nı. 2K açıq 2B. Apar qoy yerinə. B vurulsun 2K açıq 2B. Nə alıram? 2KB çıx 2B'nin kvadratı. Sonra nə edirəm? Törəmə alıram. Nə olacaq? B'yə nəzərən 2K çıx 4B. Bərabər edirəm 0'a. Buradan 4B bərabərdir 2K olduğuna görə B bərabərdir K böl 2. B bərabərdir K böl 2. Bu da K böl 2'dir. K bölkən K bölkən cəmi nə olacaq? K. 3'ü bir yerdə 2K idi axı. Ona burada K qalır da. Sahə nə oldu? K vur K böl 2. K vur K böl 2. Bir dəqiqə, ən böyük olar. Necə? Perimetr tapın deyir. Hə, tamam o zaman. Mən sahəyə baxdım. Sahəsi ən böyük olan deyil. Hə, sahəsi ən böyük olan tapacaq oradan K'nı. Sonra perimetr istəyir də. K, bu da K, bu da K. 3K. Perimetr 3K. Necə? Çətindir. 24 ədədi elə, onda da məsələdə da. 24 ədədi elə 3 müsbət ədədin cəmi şəklə göstərilmişdir ki, ikinci ədəd üçüncüdən 3 dəfə böyük olmaqla bu 3 ədədin hasili ən böyük olub, bu şərti ödəyən ədədlərin ən böyüyünü tapın. Çox möhtəşəm, rahat sualdır sizə. Ya düşünün, bunun rəqəminə 1, 2, 3 yazın. Aralı olsun, yaxın yox. İkinci ədəd üçüncüdən 3 dəfə böyükdür. Üçüncüyə x atın. Üçüncüyə x qoysan ikinci nə olacaq? 3x olacaq. Üçünün cəmi 24 olmalı değildi. Birinciyə nə qalacaq onda? 24. Ay sol. Deməli, Rum rəqəmlə yazıram. 1, 2, 3. Bura x qoysam, bura 3x. Burada olacaq 24 çıx 4x. Və mənə deyir ki, bu 3 ədədin hasili. Hasilini alsam bunların 24 çıx 4x vurulsun 3x'in kvadratına. Vurup açıram 72 x kvadrat çıxılsın 12x'in kubu. Alıram törəmə. Bərabərdir. 144x çıxılsın 36x kvadrat. Bərabər yəm 0'a. x1 0'dır. Maraqlı deyil. Çünki müsbət ədədlər deyir. x2 də olacaq 4. Deməli bu 4'dür. Bu 12'dir. 24 çıx 16 və 8'dir. Bu şərti ödəyən ədədlərin ən böyüyünü tapın 12.
Başa şuna aydın etdiksə, bir tərəfi divar olan, düzbucaqlı şəklində olan əkin yerinin divar olmayan ətrafına 60 metr uzunluğunda məftil tor çəkilib. Bu əkin yerin sahəsi ən çox neçə olar? Yəni, neylərin cəmi 60'dır burada? 2x-dan y-in cəmi 60'dır. Nə edirəm? 2x ilə y-in cəmi 60'dır. Buradan y bərabərdir 60 çıx, nə alıram? 2x alıram. Sahəsi ən çox olar. Sahə tapmaq üçün nə etməliyəm? Enini uzuna vurmalıyam. Düzbucağı da qeyd olunub bu arada. 3x niyə? 60 çıx 2x-i vururam x-a. 60x çıx 2x-in kvadratını alıram. Tamam mı? Bunun törəməsi 60 çıx 4x bərabər 0 olsa x olacaq neçə? 15. 15, 15, bu da 30. Sahə 450. Ən çox. Aydın da nə etdik? Hı? 12, 13. Padarka, yox hədiyyə. Padarık. İngiliscədə gift. İngilis dilində. Oxumursa İngilis. Cəmaət apreldə imtahan verməlidir, özlərini öldürürlər. 100 baldan 200 yığmaq istəyirlər ki, ballayacaq olsun deyə. Sahəsi 24 olan düzbucaqlı paralelipedin formasında olan kağız ağzı bağlı hədiyyə qutusunun oturacağının ölçüləri bir digərindən 3 dəfə böyükdür. Düzbucaqlı paralelipedin kubu oxşata bilərsən. Sənin aləmində kub olsun. Bu qutunun hündürlüyü hansı qiymətdə onun həcmi ən böyük olar? Deməli, sual şərtə fikir versə deyir ki, qutunun oturacağının ölçüləri bir digərindən 3 dəfə böyükdür. X, 3x. Səthinin sahəsi 24'dür. Gəlin bura bir dənə h qoyaq. Deməli, səthinin sahə düsturu nətərdir? 2 vurulsun AB oturacaqların hasili. Üstə gəl bu, üstə gəl bu. Bərabərdir 24'ə. Hər tərəfi 2'yə bölürəm. 3x kvadrat üstə gəlinsin. Bu olacaq 4hx bərabərdir 12'yə. Buradan h-ı tap... Yox, bir dəqiqə. Nəyə soruşurdu bizdən burada? Sual şərti nəyə soruşurdu? Bu qutunun həcmi. Həcm nətərdir? Həcm nə olacaq? X vur, 3x vur, h. Düzdür. İfadəni h-dan asılı hala gətirmək üçün x-i h-da ifadə eləməliyəm burada. O zaman nə olacaq? 4x bərabərdir 12 çıx 3x'in kvadratına. H da yox. Bir dəqiqə, yaxşı eləmədim. Həmən x-i nə eləməliydim mən burada? X-i h-dan asılı hala gətir. Hündürlüyü tapmaq üçün. H tapıram bax mən burada. Mən x tapmaq istəyirəm baxın. Bir dəqiqə. X-i çıxardaq çölə. X-i çıxartsam çölə. Nə qalacaq? 3x üstə gəlsin 4h bərabərdir 12'yə. 4h bərabərdir 12 bölünsün x çıxılsın 3x-a. H da bərabərdir 12 böl x çıx 3x böl 4'ə. Bu h-dır. Gətirib qoyuram burada yerinə. Mən x eləməliydim. Düz eləmişdim də birincidə. Burada h qalmalıdır. İndi qəşəng eləmişdim. Orada h qalmalıdır da. Heç də olmaz. Yazımsan tezdən yaz. Yenə düz gəlmədi. H bərabərdir 12 çıx 3x kvadrat bölü x. Yenə h qalmadı ki. Bayaq taş tapmışdım. Bir dəqiqəyə. Yox, necə oldu bayaq? Bayaq x tapmışdım, h tapmışdım. Saat 12'də ona gələrdir. Fikir verməyim. Deməli 4x h x-i çarpdım çölə. Ay Allah, bir dəqiqə tezdən yazdım. X-i çarpdım çölə. 3x da gəlsin 4h bərabərdir 12. 3 Niyə? Mənə x bərabər lazımdır. Mənə x lazımdır. X bərabər qoymalıyam.
x bərabər almalıyam. Buradan düzdür, yoxsa h bərabər almalıyam. Mən burada h vermək istəyirəmsə, x bərabər almalıyam da burada, hə. İkisi cavab. Bir dəqiqə baxaq. Gəl heç dəyməyək. Gəl belə o zaman. O x-dən asılı gətirək, x-dən asılı hala salaq. X-i tapaq, h-ı qoyub yeri taparıq buradan. Olsun, elə olsun, nə fərqi var ki? Gəl belə, 4x h bərabər 12 çıx 3x kvadrat yazaq. Sonra h bərabər olacaq 12 çıx 3x kvadrat bölünsün 4x-ə. Bu oldu bizim h-ımız. Gətir burada yerinə qoyanda 3x kvadrat vurulsun, h-ın yerinə bunu yazsam 12 çıx 3x kvadrat bölünsün nə? 4x. İxtisar gedər buradan. Nəticə itibarilə nə alaram? 3x-i bura vursam 36x çıxılsın 9x kvadrat. Yoxsa kub. Kub bölünsün 4. Bunun törəməsini alsam 36 çıxılsın 27x kvadratı bölü 4 bərabər 0. Sürət 0 olmalıdır. Yox, məxrəc ədəddir. İfadə yoxdur axı. Bu x burada ixtisar gedib. 0 bərabər etsəm 27x kvadrat bərabər 36-ya. X kvadrat bərabərdir. 3-ə ixtisar edəndən 9-a bölsəm 4 bölü 3 qalır. X də bərabər olur nə? 2 böl kökdə 3 və yaxud da ki 2 kökdə 3 böl 3. İndi bunu yerinə qoyub buradan x almaq olar, h almaq olar. X-in qiymətini burada yerinə qoyub h tapmaq olar.